Sonra gənclik illərimə qayıdım. Yəni ki, çox mahnı oxuyurdum, özüm üçün evdə, zümzümə edirdim. Zümzümə yox, yəni mən ritmik mahnıları sevmişəm. Zümzümə adlanır sərgər, yəni oxuyurdum. Səsim gözəl idi, amma indi səsim çoxdandır ki, daha doğrusu batıb. Polislərə qışqırmaqdan, naqişlərə qışqırmaqdan, yəni həm də. Nəysə, ağlamaqdan özümü tapdım. Nəysə, qocalıq da bir yana. İndi məktəb vaxtını demək istəyirəm ki, mahnıları əzbərləyirdim, sözlərini də yaxşı-yaxşı, gözəl-gözəl səsim var idi, oxuyurdum. Hətta yadımdadır, lagerdə səsi Azərbaycan mahnısının axırı Azərbaycanım, onu belə axırda deyir sonra qutarı. Uşaq oxudu, onu çatdıranmırdı deyə, mənə demişlər sən orasını deyərsən. Möhkəm, uzaq, zil səslə daha doğrusu oxumuşdum. Yəni, sevdiyim mahnılar çox idi. Bildiyim üçün olsun, bütün mahnıları əzbər bilirdim, bütün mahnıları. Məktəb vaxtı. Həm də pianoda qəşəng çalırdım. Nəysə, o həvəsim gedibsə də, indi könlümə bir mahnı düşüb, amma indi, yəni, indiki momentdə mən ancaq yəni, bu yaşlarımda ancaq ritmə fikir verirəm. Yəni, əvvəlki kimi mahnıların sözlərinə fikir vermirəm. Ona görə səhv desəm, gülməyin mənə, yaxşı mı? Ayrılıq mahnısını oxumaq istəyirəm. Nəsə beynimə düşüb. Fikrimdən gecələr yata bilmirəm. Bu fikri başımdan ata bilmirəm. Fikrimdən gecələr yata bilmirəm. Bu fikri başımdan ata bilmirəm. Nələyim ki sənə çata bilmirəm. Nələyim ki sənə çata bilmirəm. Ayrılıq, 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 aman ayrılıq. Hər bir dərddən olan yaman ayrılıq. Ayrılıq, ayrılıq, aman ayrılıq. Hər bir dərddən olan yaman ayrılıq. Uzundur lalən uzundur. Bana belə saçarlar ha. Siz de saçırsınız mı? Belə yazmasanız olar. Mən qəlbim müsəlmanlar var demişsə. Kanala girib baxmaq qalarda. Gecəniz xeyrə qalsın, ayrılıq qismət olmasın, amma hamıya qismət olsun. Hələlik.